sən ərəb dilin mükəmməl bilsən belə, təfsirsiz Quran başa düşməyəsən. Məsələn, Allah Teala Quran-Kərimdə buyurur ki, səndən yəsəlunəkə anil məhid. Səndən heyz haqqında soruşurlar. Heyz bilirsiniz, aydın məsələdir. Qadınlar ayda xəstələnirlər. Qul huvə ədə. Deyək ki, o əziyyətdir, yəni qadınlara. Fə'təzilun nisə fil məhid. Heyz vaxtı qadınlardan uzaqlaşın. Fə'təzilun. Ged ərəb dilində, bax, İ'təzələ feili nə deməkdir? Uzaqlaşmaq, yan qaçmaq, yəni qıraq olmaq. Allah deyir ki, fə'təzilun nisə fil məhid. Qadınlarla heyz vaxtı uzaqlaşın. Təbii ki, təfsirə baxanda burada yaxınlıqdan söhbət gedir. Sən gərək uzaqlaşasan, çıxasan evdən. Özdə fə'təzilun nisə deyir qadınlarda gərək hamısının vaxtını biləsən. Ana, bacı, yoldaş, hamısının vaxtını biləsən ki, uzaq durasın. Fə'təzilun nisə. Yəni, insan bu qədər səfih olar mı? Allah deyir, onlara yaxınlaşın, hətta təmizləndiyə qədər. Yəni, yaxınlaşın, yəni, yaxınlıq eləməyin, yaxınlaşmayın. Yəni, qurb feyli, yaxınlıq feyli heç vaxtı yaxınlıq eləməyin mənasıdır, o cimadır. O sözün ərəbcəsi cimadır. Aydındır. Yaxınlaşmayın neçə santimetr, nə qədər yaxınlaşa bilərik? Yəni, qırmızı xət nə qədər neçə metrdən sonradır? Görsən? Alınmayacaq. Və qardaşlar, bu məslək, bu ümmətin sələfin, bu ümmətin keçmişin, bu ümmətin sahabisin, tabeyinin səfihlikdə ittiham eləməkdir. Bu məslək. Yəni, bir insan deməsi ki, sünnə lazım deyil. Yəni, onu deyilsin. Bütün sahabələr, bütün tabeyinlər, hamısı, bütün alimlər, aydındır, hamısı əbəs yaşayıblar və əbəs əməl ediblər.